El arasında pul ağac kimi tanınan paçiralar həm otaq, həm də həyət bitkisi. Yəni bu ağaçları həm otaq şəraitində, həm də həyətdə yetişdirmək olar. Otaq şəraitində paçiralar boyları 1-2 metrəyə qədər uzana bilir. Ancaq həyətdə 15 metrəyə qədər boyları uzana bilir. Gövdəsi çox sərtdir. Bu hissəsi çox geniş olur. Ancaq zoğları yumuşaq, yarpaqları isə bu qaydadadır. Paçiralar həddən artıq çox günəşə meyilli olsalar da, çox günəşli yerlərdə yarpaqları sarı rəngdə olur. Rütubəti də sevir, ancaq çox rütubət də xarab eləyir. Bu qaydada siz 15-25 dərəcə temperaturda otaq şəraitində paçiraları yetişdirə bilərsiniz. Paçiralar otaq şəraitində bol oksigen verən, ev şəraitində yetişdirmək olan bitkidir. Yəni həyətdə yetişdirilməsinə baxmayaraq ev mühitinə də tezdən öyrəşə bilir. Siz paçiraları ev şəraitində rahatlıqla yetişdirə bilərsiniz. Çünki heç bir xüsusi qulluğa ehtiyac olmayan paçiralar heç bir zərər vericiləri yoxdur və baxılması da çox rahatdır. Sizə də bu bitkilərdən öz evlərinizdə yetişdirməyi tövsiyə edirik. Yəni uşaq olan yerlərdə, qapalı məkanlarda yetişdirilməsi həm rahat, həm gözəl, həm də ki bol oksigen verən güllü bitkidir və sizə bunu tövsiyə edirik. Əgər videolarımızı bəyənsəniz, like qoymağı unutmayın. Videolarımızı paylaşın, qoy bilməyənlər də öyrənmiş olsun.